hörmətli sədalət, dəyərli müəllimlərimiz, əziz həmkarlar, həlini sallıram. Süni intellektlə əlaqədar mövzu davamı olaraq mən də bu mövzu biraz inkişaf etdirmək istəyirəm və diqqətinizə avtomatizasiyanın söz süni intellekt və Azərbaycan üçün uyğunlaşdırılmış modelin konseptual inkişaf haqqında məlumat vermək istəyirəm. Süni intellekt insan kimi düşünmə, öyrənmə və problem həll etmə funksiyalarını təqib edən proqramlardır. Süni intellekt sistemləri təcrübədən öyrənərək yeni məlumatlara uyğunlaşır və böyük təcrübə məlumat bazası nümunələrini öyrənərək verilmiş tapşırıqları yerinə yetirə bilir və avtomat diaqnostika, təsvirlərin analiz və müalicə planlaşdırılması kimi sahələrdə geniş tətbiq olunur. Süni intellekt tədbirləri sadə avtomatlaşdırılmış detektorlarla başlayır. Bu sistemlər müəyyən edilmiş qaydalara əsaslanaraq məlumatlarda nümunələri tanıyır və nəticə çıxarır. Daha təkmil forma olan maşın öyrənməsi əvvəlcədən yazılmış qaydalarla deyil, təlim datasetləri ilə işləyir. Bu yanaşma nəzarətli, yarım nəzarətli və nəzarətsiz öyrənməni əhatə edir və diaqnostik proseslərin avtomatlaşdırılmasını gücləndirir. Dərin öyrənmə süni neyron şəbəkələri ilə qurulan və çoxsaylı təhlil qatları vasitəsilə daha mürəkkəb diaqnostik nəticələr verə bilən yanaşmadır. Oftalmologiyada süni intellekt əsaslı müxtəlif sistemlər uğurla tətbiq edilir. Google DeepMind və Murphy's Eye Hospital əməkdaşlığı, həmçinin IDX diabetik retinopatiya diaqnoz sistemi, IR kart kimi avtomatlaşdırılmış klinik texnologiyalar geniş istifadə olunur. Eyni zamanda Runomed kimi teleoftalmologiya həlləri də inkişaf edilir. Müasir dərin öyrənmə yanaşmaları, ResNet, EfficientNet, UNET kimi həmçinin 3D CNN-lər OSI analizində rolu və anomaliya təyini ilə izahlı süni intellekt sistemləri bu sahənin gələcəyini formalaşdırır. Süni intellekt klinik praktikada diaqnostik qərarların verilməsində, təsvirlərin analizində və xəstələrlə ünsiyyətli məhsuldarlığı artırmaq üçün mühüm alətə çevrilir. Bu sistemlər vasitəsilə göz və OSI analizlərinin avtomatik dəyərləndirilməsi, xəstəliklərin aşkarlanması və proqnozlaşdırılması mümkündür. Hazırda diabetik retinopatiya, qlokoma, yaşa bağlı makula degenerasiyası, katarakta, keratokonus, refraksiya qüsurları və hətta onkoloji göz xəstəlikləri üçün süni intellekt əsasları alqoritmlər mövcuddur. Həmçinin yol gücünün hesablanması, çəplik cərrahəsinin planlaşdırılması və antivejif inyeksiyaların təyin üçün də istifadə olunur. Dərin öyrənmə əsaslı süni intellekt proqramları qlokomanın optik sinirə təsirini yüksək dəqiqliklə aşkarlama qabiliyyətinə malikdir. Bu modellər adətən oftalmoloqlar tərəfindən qiymətləndirilən göstəricilərə, OSI nəticələri, fundus şəkilləri, görmə sahib testləri, göz dağı təzyiqi, boyun işıq qanunumu və s. əsaslanır. Bəzi sistemlər yalnız qlokomanın olub-olmadığı müəyyənləşdirməklə kifayətlənmir, həmçinin risk qrupunda olan pasiyentləri erkən aşkarılmasının şərait yaradır. Oftalmo-onkologiyada süni intellekt göz ətrafı nahiyənin dəri xərçəngi, xüsusilə bazal hüceyrəli karsinoma zamanı cərrah rekonstruksiyanın planlanmasında qərar vermə modeli əsasında proqnoz edə bilər. Xoroidal melanoma zamanı pasiyentin demoqrafik klinik məlumatlarını təhlil edərək nəticələri proqnozlaşdıran neyron şəbəkə əsaslı modellər hazırlanır. Kataraktaya gəlincə, süni intellekt əsaslı maşın öyrənmə sistemləri kataraktların aşkarlanması və məhəlləsinin təyini üçün uğurlu tətbiq olunmaqdadır. Xüsusilə anadan gəlmə kataraktın qiymətləndirilməsi üçün Lewis və komandasının hazırladığı xüsusi sistem vasitəsilə yararlı lampa fotoları əsasında şəffaflıq dərəcələrini və zədələnmə bölgəsini yüksək dəqiqliklə müəyyənləşdirə bilən proqramlar mövcuddur. Pediatrik oftalmologiyada uşaqlar arasında görmənin qorunması üçün erkən və dəqiq diaqnostika çox vacibdir. Süni intellekt skrining və müalicə proseslərinə inteqrasiyası, keyfiyyətli oftalmoloji yardımı təmin edilməsinə ciddi töhfə verə bilər. Çəpliyin qiymətləndirilməsi üçün fotolar əsasında işləyən dərin öyrənmə alqoritmlər hazırlanmış və teleoftalmologiyada tətbiq potensialı nümayiş etdirilmişdir. Yüksək dərəcəli miopiyyanın və digər refraksiya qüsurlarının skriningində, eləcə də oxuma pozuntularına meyilli uşaqların təsnifatında perspektivli alətə çevrilmişdir. Təbii ki, tor qışlığı da çox geniş istifadə olunmaqdadır. Burada IDX diabetik retinopatiya sistemi üçün FDA tərəfindən təsdiqlənmiş avtonom skrining sistemləri mövcuddur. Daha sonra IR və IRDS sistemləri kimi təsdiqlənmiş və klinik istifadəyə verilmişlər. Bu sistemlər yüksək həssaslıq və kifayət qədər spesifiklik göstəricilərlə diaqnostikanı effektiv şəkildə tamamlayır. Apoplastik cərrahiyyədə süni intellekt xəstələrin üz ölçülərinin avtomatik qiymətləndirilməsi, əməliyyat öncəsi və sonrası müqayisələr və qeyri-oftalmoloqlar üçün yönləndirmə dəstəyi baxımından əhəmiyyətlidir. Bu sistem yönləndirmə dəqiqliyinə görə həkimləri daha da üstələyir. Süni intellekt gələcəkdə tibbi diaqnostikanı köklü şəkildə dəyişə bilər.
dərin öyrənmə modelləri erkən və dəqiq diaqnostikanı gücləndirər, fərdiləşdirilmiş müalicə imkanlarını artırma iqtidarındadır. Süni intellekt həmçinin həkimlərin klinik qərarlarını dəstəkləyərək xəstələri yalnız sübut olunmuş hallarda müalicəyə yönləndirməyə kömək edəcək. Gələcəkdə süni intellekt yalnız klinik praktikada deyil, həm də xəstəliklərin xüsusiyyətlərinin araşdırılmasında və elmi tədqiqatların istiqamətləndirilməsində rol oynaya bilər. Teleoftalmologiya proqramları vasitəsilə süni intellekt texnologiyası ucqar bölgələrə ixtisaslı tibbi xidmətin çatdırılmasına töhfə verə bilər. Azərbaycan üçün xüsusi süni intellekt modelinin yaradılması yerli xüsusiyyətləri, həmçinin mövcud oftalmoloji skrining problemlərini nəzərə almaq baxımından vacibdir. Strategiyamız milli oftalmoloji məlumat bazasının qurulması, klinikalarda və optika şəbəkələrində süni intellekt əsaslı diaqnostikanın tətbiqi, mobil və teleoftalmologiya həllərinin genişləndirilməsi, eyni zamanda süni intellekt sistemlərinin elektron tibbi qeydlərlə inteqrasiyasını əhatə edir. Tətbiq olunan modellər Efficient arxitekturasına əsaslanan yerli süni intellekt sistemi və transfer öyrənmə yanaşması ilə lokallaşdırılmış konvolyusiyon neyron şəbəkə modellərindən ibarət olmalıdır. Süni intellekt sistemlərinin klinik praktikada istifadəsi bir sıra çətinlikləri və etik hüquqi məsələləri gündəmə gətirir. İlk növbədə süni intellekt sistemlərinin qərarlarının etibarlığı və izah oluna bilməsi vacibdir. Həkim və süni intellekt arasında qərar vermə məsuliyyətinin dəqiq bölüşdürülməsi xəstə təhlükəsizliyi üçün əsas şərtdir. Yetkin olaraq Azərbaycan oftalmologiyası süni intellekt sahəsində böyük inkişaf potensialına malikdir. Gələcəkdə süni intellekt əsaslı diaqnostik və müalicə sistemlərinin tam inteqrasiyası səhiyyədə daha sürətli və dəqiq qərar verməni mümkün edəcək. Yerli universitetlər və mərkəzlərlə əməkdaşlıq elmi araşdırmaların dərinləşdirilməsinə və yeni texnologiyanın inkişafına şərait yaradacaq. Azərbaycan modeli əsasında regional və beynəlxalq səviyyədə uğurlu tətbiq nümunələri formalaşdırıla bilər. Bu, ölkəmizin səhiyyə sahəsində rəqəmsal transformasiya aparan strateji addımlardan biri olacaq. Diqqətinizə görə təşəkkür etməzdən öncə nəzərdə çatdırmaq istəyirik ki, Avucu Gənc Oftalmoloqların növbəti konfransı tanınmış oftalmoloq alim Professor Zəhra xanım Qurevan xatirəsinə həsr olunacaq və 17-ci Azərbaycan Gənc Oftalmoloq konfransı 21 noyabr 2025-ci ildə məhz bu məkanda keçiriləcək. Süni intellektin oftalmologiyada artan rolunu nəzərə alaraq konferansın rəsmi sloqanı oftalmologiya və süni intellekt olacaq. Diqqətinizə görə təşəkkür edirəm.